Axşamınız xeyir qızlar. Necəsiz? Biz də şükür Allaha yaxşıyıq. Mən də bu gün evləri təmizlədim. Biraz bayram təmizliyi olsun. Düz pəncərələri daha silmədim qızlar. Mən təzə silmişdim pəncərələri. Ona görə yəni silmədim pəncərələri. İnşallah Allah deyən olsun. Apreldə siləcəm. Xalçaları yığışdıranda onu da siləcəm Allah qoysa. Bu da gözəl hava var idi bugün. Bugün çox gözəl hava vardı qızlar. Əsl yaz havası idi. Qəşəng hava var idi bugün. Qızlar belə. Mən də dünən qutab bişirdim. İnan Allaha da qutab bişirəndən sonra ancaq paltarları yığışdırdım. Bir iki paltaram var. Doğa ütülədim. Qab-qaşığı yudum. Bir də qazın için. Məsələn, ondan başqa bir iş görə bilmədim qızlar. Bir gün də sizə göstərərəm qızlar. Maşallah çoxdan da almışım da. Bir aya yaxındır güldü. Məndədir. Qəşəngdir yəni hələ ki qalıb çiçək üstündə.
Aa, yığışdırıb qurtardım. Qapını da sildim. Belə qızlar. Biraz da ev ətri vurum. İndi keçim o birisi otaqlara.
Buranı yığışdırıb qurtardım. Pulumu biraz evə ətrafıram. Bugün istirdim ki, qızlar, xalçaları yığışdırım. Sonra nəsə dedim, yox, hələ mart ayıdır. İndi xalça yığışdıran vaxtı beynimə yerləşmişdi ki, xalçaları yığışdırım. Hava belə istidir, ürəyim darıxır. İstedim yığışdırım xalçaları da. Sonra dedim, yox, hələ tezdir. İnşallah aprelin 10'u zat yığışdıracağım. Mən həmişə elə yığışdırıram qızlar. Aprelin 10'u ya da 15'i belə yığışdırıram. Adam da istilər də düşür, adam da darıxır, istəmir də xalça. Yəni inşallah qızlar, bu xalçanı qızlarımın otağında xalçanı zala atacağım. Zaldaya xalçanı isə qızlarımın otağına atacağım. Çünki o biraz belə tükülü kimidir qızlar. Özü də biz də çörək yeyəndə qırıntı zad düşür. Gərək məcbur o oturub belə toz soğanın ağzını çıxardıb ağzına belə sovrasan. Belə sovurma olmur. Qorxdum. Toz soğan düşdü. Elə bildim nəsə yıxıldı. Hə, evdə də təkəm. Uşaqlar da həyətdədir qızlar. Belə qızlar. İnşallah bu xalçanı bu zala atacağım. Zaldaya xalçanı isə qızlarımın otağına atacağım. Çünki burada yəni öz birisi də zalda yəni çörək zad yeysən düşür aralarına, məcbur oturub onu toz soğanlayam gərək. İnşallah mən gələn elə fikrim var, Allah qoysa. Bunu isə zala atacağım. Bu yaxşıdır. Həm üstünü tez-tez silmək olur qızlar bunun. Axşam da silmişdim qızlar, da sizə çəkmədim. Axşam bunların üstünü paraşoklu su ilə silmişdim. Belə qızlar. İndi keçim zala. Burada həyətdədir qızlar. O da gözəl hava var ki. Çox gözəl hava var. Uşaqlar da həyətdədir. Dedim qoy düşsünlər, bir 6-cı gündür. Qoy oynasınlar həyətdə, yaxşı da hava var. Mən düşə bilmədim qızlar. Dedim bugün evləri təmizləyim. Allah deyən olsun inşallah. Sabah fındığı qozu ağartmaq istəyirəm. Birinci gündə inşallah şirniyyatlarımı pişirmək istəyirəm. Allah qoysa. Qızlar, buranı belə toz soğramaq lazımdır. Yoxsa heç cürə, yəni belə şotkanla toz soğranma olmur. Gəl şotkanı çıxardasan, sonra toz soğranlayasan. Yoxsa bütün o çörək qırıntıları, nə bilim mən, bir də görsən uşaqlar simişka yeyirlər. Hamısı tökülür aralarına. Özüm də mən sizə demişəm də, mən buna hər gün toz soğraram, hər gün sirrəm. Belə qızlar.
temizlik kaldım. Sildim. Orada yudum her yeri. Soyucu temizlik kalsın. Üstünde yudum. Şöyle temizlik burada. Esas geçtim. Niye kimse bilmez. Elektrik. İki çabuk kaldı. Qızlar, oğlum bax həmişə belədir. Dərsdən gələn kimi bütün kitabların hamısını tökəcək masanın üzərinə. Deyirəm, ay Süleyman, sən görsən ayağını, ay nişanı. Dərsdən gələn kimi hamısını çantasına yığıb qoyurlar. Sən də elə də, Süleyman. Bilməm, balaca deyənə eləmirmi? Bilməm, nə bilim, valla. İndi yığışdırır, hərdən bir də görsən ki, yığışdırır. Qəşəng sərgiyə yığışdırır. Elə qəşəng sərgiyə salır. Birdən görsən, yox. Dəftəri altdan yığacaq, kitabları üstdən yığacaq. Deyirəm, mən onunla ən yaxşısı durub özümü yığışdırıram. Çox belə sərgiəsiz saxlayır otağını. Amma qızlarım yox. Qızlarım yaxşıdır, otaqlarını sərgiyə saxlayır. Dərsdən gələn kimi sabahki gün dərslərini yığıb qoyurlar çantalarına. Nə bilim qızlar. Bəlkə balaca deyənə eləmirsə. İnşallah bəlkə böyüyəcək. İndi məndə ən balaca Süleymandır da, oğlum da ən balaca. Bəlkə indi balaca deyənə eləmir. Nə bilim, görək. İnşallah bəlkə böyüyəndə biraz sərgiyə salar otağını. Öz də hərdən deyir. Deyir, mama, mənim otağım ən sərgəsiz olur. Niyə mənim otağım bu qədər sərgəsiz olur? Deyirəm, nəyə görə olar, ay Süleyman? Bilmirsən? Özünə görə, bala. Dərsdən gələn kimi deyirəm, kitabları qəşəng sərgiyə yığ, çantava. Qalan kitabları da yığ, sərgiyə qoy da. Hərdən özə deyir, mama, mənim otağım niyə belə sərgəsiz olur? Deyirəm, ay Süleyman, nə bilim, sən bilərsən də, yəqin ki. Özə gülür. Nə bilim, inşallah bəlkə böyüyəndə otağın sərgiyə salar. Qızlar, oğlumun otağını orucumu açandan sonra yığışdırdım. Əslində qalsa yığışdırdım qızlar. Əlimi o qədər pis kəsdim ki, qızlar, yemək bişirəndə. Dedim, yeməğimi bişirim. Sonra gedib oğlum otağını yığışdıraram. Bir də hamam ayaqonu yığışdıraram. Əlimi elə pis kəsdim qızlar. Dəhşət pis kəsdim. Amma ki, yenə sonra yara bandı ilə bağlayıb başladım işləmi görməyə. Qızlar, mən 15 gündən bir hamamı, ayaqonu, bir də qoldovkanın qapısını belə acı, feri, bir də domates töküb yuyuram. 15 gündən bir qızlar. 15 gündən bir yuyanda bəs olur. Əvvəllər tez-tez yuyurdum qızlar, uşaqlar balaca olanda. Amma ki, indi uşaqlar böyükdür, maşallah da, qanırlar. Məsələn, əlləri bulaşıq geyib qapıdan tutmurlar. 15 gündən bir qızlar belə şey edirəm. Təmizləyirəm.
qızlar, mənim kanalıma baxırsınızsa, hələ də mənə abunə deyilsinizsə, mənə abunə olun ki, mənim baxış sayım çoxalsın, abunə sayım çoxalsın. Mən də həvəslənib hər gün belə videolar sizinlə paylaşım. Da mən sağollaşıram sizlə. Allaha əmanət olun. İnşallah sabah görüşərik.